Bu filmi də çox sevirəm. Həqiqətən də çox maraqlıdır. Yaxşı ki, bütün işlərimi gördüm, artıq baxa bilirəm bu filmə. Hə qızım, Mədinə nə oldu? Parka gedək. Sən dinləm. Parka gedək. Dərslərini yazmısan? Bəli ana, bütün dərslərimi bitirdim. Almısan bax. Bəli. Yaxşı, gəl gedək. Bir dəqiqə televizorda səndirim, sonra artıq pul yazmasın. Həm də təhlükəli olar ev üçün. Təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Yaxşı Mədinə? Yaxşı ana. Qapını da kilitləyim. Gəl Mədinə, gedək parka. Mədinə, aşkım oradan gelirsən, gəl bura. Gələm ana. Gəl. Gəl, gedək. Bax, havuza girmə, ha, suyu çox soyuqdur hər halda yəqin ki. Sürüşmə istəməm, mən istəmirəm, məncə sürüşmə. Yelləncək var həm. Yellənəcəm. Yellənərsən. Mən sənə yellədərəm istəyirsən. Park çox gözəl görünür. Həqiqətən çox qəşəngdir. Amma çox qalmayaq ha, indi biraz axşamdır. Biraz gəldik ki, keyfin yerinə gəlsin. Ancaq da telefona oynamayasan. Əslində mənim qızım çox da telefonla oynamır, yəni o bir uşaqlardan. Ən çox oyuncaqlarla oynayır. Çox şanslıyam. Öz-özündən də yellənən, 5 yaşında yellənən və bacaran bir uşaqdır bu. Mədinə, yellədim mən sənə? Yellənəm ana, amma istəyirsənsə yellət. Yellədirəm. Yellən qızım, yellən. Ana. Hə, qızım. Mən çox suzladım. Mənə su ala bilərsən? Tamam, salıb gəlirəm. Sən burada yellən. Onsuz da 5-10 dəqiqəyə gedirik. Tamam. Gedim marketə. Hey çocuk. Bəli, əmi buyurun. Sular burada olsaydı. Atım qapını Atıydım götürün. usta. Çox sağ ol. Gel bura. Eləməyin. Yaralısın usta. Ay Mədinə də indi yellənirdir ya. Pulu da ödəyim. Sen Ödədim. kaçırdıra. Mədinə üçün su aldım. Əmi, buraxın məni. Hı? Sanki bir qışqırıq səsi eşitdim, yoxsa mənə mi gəlir? Ay qızım, mənə elə gəlmişdir ya. Ayda, Mədinə də yoxdur yellənsəkdə. Hayda, indi nə edəcəm mən? O qədər insan var, insanların içində qarışmış olmasın. Burada balaca bir qız gördünüzmü? Adı Mədinə idi, yellənirdi burada. Yox, mən görmədim heç kimi, indi gəldim. Ayda, heç kim də görməyib, nə edəcəm? Burada da balaca qız var, amma neysə, boş ver. Mədinə! Mədinə! Ay, nə edəcəm mən? Bax, balaca uşağı bu yaşda itirdim. Oradan çəkil. Əmi, buraxın Mədinə, məni gedim. neysə evə getməliyəm. Bəlkə də evə gedibdir. Başka yemək istəyirsən? Əminəm evə gedibdir. Eləməyin. Girin baxım oradadır. İnşallah evdədir. Amma Mədinə məncə evdə deyil. Mədinə evə getsə mənə xəbər verərdi çünki. Onda son pizzanı ye yat. Mən bu evi burada görməmişdim axı, xatırlamıram. Bəlkə də bundan soruşum qonşumuz Mədinəni gördümü deyə. Dın dın. Buyurun. Burada Mədinə adlı balaca bir qız gördünüzmü? Hı? İçəridən qışqırıq səsi gəldi. Əminəm. İçəri baxa bilərəm. Mənim uşağımdır, o yəqin ki qarışıqlıq olur. Amma Mədinə adlı bir qız gördünüzmü? Əsas onu deyin. Bax balaca qız idi, 5 yaşlarında falan. Görməmişəm. Heç olmaya yardım edə bilərsiniz. Ay. Mədinə, siz nə edəcəm mən? Onsuz həyatın anlamı qalmaz. Əmi, burax məni gedim anamın yanına. O səs nə idi? Əminəm buradan səs gəldi. Bu evdə bir şeylər olur. Bəlkə Mədinə deyil, amma oradakı birisinin həyatını qurtarmalıyam. Dın dın. Qapını açın. Qapını açın. Bu nə səslərdir? Qorxulu şeylər olur bu evdə. Bu evdən qışqırıq səs gəldi. İçəri baxmalıyam. Mədinə! Qızım, gəl sənə aparacağım. Kömək elə. Çox pisəm. Qoymayacağım. Ana, qaçaq. Aldım səni qızım. Hər şey yaxşıdır. Güvəndəyik indi. Gedirək. Qaçaq ana, qaçaq. Evimizə. Və burada da bitər. Mən polisə verməyəcəksən? Ayda telefon donur.